Yurduma ilk bahar gelir, en şirin, en güzel arzular gelir. Bu güzel yurduma ilk bahar gelir, en şirin, en güzel arzular gelir. Təbiət elinde xonçalar gelir, Novruz bayramınız mübarek olsun. Təbiət elinde xonçalar gelir, əziz bayramımız mübarek olsun. Mübarek olsun, mübarek olsun, Novruz bayramınız mübarek olsun. Mübarek olsun, mübarek olsun, əziz bayramımız mübarek olsun. Səməni düzülür, idiyəm yana, xoş ətir yayılır bu şirin cana. Səməni düzülür, idiyəm yana, xoş ətir yayılır bu şirin cana. Novruz xoş gəlibdir Azərbaycana, Novruz bayramımız mübarek olsun. Novruz xoş gəlibdir Azərbaycana, əziz bayramımız mübarek olsun. Mübarek olsun, mübarek olsun, Novruz bayramınız mübarek olsun. Mübarek olsun, mübarek olsun, Novruz bayramınız. Salam əziz şagirdlər, əziz müəllimlər, əziz valideynlər və dəyərli qonaqlarımız. Mən sizin hər birinizi səmimi qəlbdən salamlayıram və tədbirimizə başlamazdan əvvəl istəyirəm ki, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş
şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edək. Tarihlere şöhret olup bu Gülşen'in bülbülleri. Cabbar, Seyit, Han ve Şövket söyleyen mi timsalına? Çargahın əzəməti Sabirimin nəfəsiyle yazılıbdır UNESCO'nun qızıl fonlu vallarına. Baştan başa muğamaktır. Musiqili Azərbaycan, şənlik, sevir, çox yaraşır yurdumuzun cəlalına. Ey əli sahib, muğamatı zərrə qədər duya bilsən, sevinç verər, nur siliyər sənin küskün əhvalına. Eşq olsun. Əhsən. Parmaqlarınız var olsun, İsrail mənim. Hörmətli qonaqlar, əziz müəllimlər və sevimli şagirdlər, sizi xalqımızın ən qədim, ən gözəl və ən sevimli bayramlarından biri olan Novruz bayramı münasibəti ilə təkrar bir daha salamlayıram. Bugün biz burada sadəcə bir bayram qeyd etmək üçün deyil, həm də min illərdən bəri xalqımızın yaddaşında yaşayan qədim ənənələri yaşatmaq üçün toplaşmışıq. Novruz bayramı baharın gəlişini, təbiətin oyanışını və yeni ilin başlanmasını bildirən müqəddəs bir bayramdır. Bu bayram insanlara ümid, sevinç və yeni başlanğıclar gətirir. Qədim zamanlardan Novruzu böyük sevinclə qarşılamış, evlərini təmizləmiş, süfrələrini bəzəmiş və bir-birinə xoş arzular bildirmişlər. Əziz qonaqlar, Novruz bayramı baharın gəlişi ilə əlaqədardır. Bahar isə təbiətin yenilənməsi, həyatın yenidən canlanması deməkdir. İndi isə baharın müjdəçisi olan Bahar qızını səhnəyə dəvət edirik. Bahar qızımız buyursun. Tələsmə. Əziz uşaqlar, Bahar qızımızı bir alqışlayaq. Çəməndə, bitirəm göy çəməndə, mən baharın qızıyam, qızıyam. Köynəyi qırmızıyam, qızıyam.
bahar bayramımız mübarək. İndi isə Kösar var, keçərik məzlimizə dəvət edilir. Novruz bahara, ay bahara, güllər nubara, ay nubara. Baxsamızda gül olsun, bülbül olsun. Bal olmasın, yağ olsun, onun evdəkiləri sağ olsun. Ay kösa gəlirsənə, gəlib salam verirsənə, çöm səni doldurur sana, kösanı yola salırsana. Uyruğu, saqqalı it quyruğu, kösan bir oyun eylər, kuzunu qoyun eylər, yığar bayram konçası, keçərin toyun eylər. Hardan gəlmişsən? Ada sən eləsən elə, özümə toy eləmişdim, qaldın sən. Kösa, hardan gəlmişsən? Sən mənə kösan elə bilirsən, Dərbənddən. Ada, Dərbənddən xeyir olar. Getmişdim alma gətirməyə. Almanı neylədin? Almanı neynədim? Satdım. Deyirəm axı, biraz pullaşmışsan, özü böyük zənn edirsən. 21-ci əsrdir, cəmaat maşın alır, sən öküzlə öküz almışsan. Öküzü neylədin? Üzü neynədim? Ada dayan görüm də. Ada yox, burada yoxdur. Ay uşaqlar, deyin görün mənim öküzümü görməmişsiniz. 2 dənə bax belə buynuzu vardı, görmüsünüz? Öküzüm! Öküzüm! Ada, tapdım. Ada yox, burada da yoxdur. Dedim bəlkə sən də nənən kimi. Ada yaxşı görüm də. Ada dayan görüm yadıma düşdü. Öküzüm! Öküzümü döydüm! Döydüm! Öldüm! Ada, öküzü döyüb öldürmüşsən, mənə də döyüb öldürəcəksən. Ay Kosa, başın sağ olsun Kosa, canın sağ olsun Kosa. Çox verməyin, ha, xurzunları böyüdü. Əzizlərim, bildiyimiz kimi Novruz bizim qədim el bayramımızdır və bununla bağlı yaşayan insanların həyatında böyük rol oynayır Novruz bayramı. O dövrlərdə insanlar gündüzlə gecənin bərabərləşdiyi günü yeni ilin başlanğıcı kimi qeyd edildilər. Bugün isə Mart ayının 20-21-nə təsadüf edir. Novruz sözü Fars dilindən tərcümədə yeni gün deməkdir. Bu yeni gün isə yeni ümidlərin, yeni arzuların və yeni başlanğıcların rəmzidir. Bu bayram təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə qeyd olunur. Lakin Azərbaycan xalqının Novruz bayramını özünə məxsus adət, ənənələrlə qeyd edir. Belə mənim əzizlərim, tədbirimizdə ibtidai sinif şagirdlərinin çıxışları var, haxşıda deyəcəklər, ardınca rəqsləri olacaq, tamaşaları olacaq və biz də nə edəcəyik? Gözəl fidanlarımızı seyr edəcəyik. Buyursunlar. Ölçəsiz bayram olmaz. Alkışla. Yaşıllaşdı düzə bak. Alkışla. Söyledi bahar beler. Alkışla. Uçup geldi karankur. Alkışla. Söyledi bahar beler. Alkışla. Almaya gelmişik. Alkışla. Alkışla. Biz kasa
sinif şagirdlərimizin bir tamaşası var. Hamımız vaxtı ilə nənələrimizdən həmin nağılı sevə-sevə duymuşuq. Sizi çox intizarda saxlamayaq. Bu nağıl Cırtdanın nağılıdır. Deməli, çox qədim zamanlarda ucqar dağ kəndlərimizdən birində qoca bir qarı yaşayırdı. Qarının da Cırtdan adlı bir nəvəsi yaşayırdı qarı ilə bərabər. Çox balaca olduğundan ona hamı Cırtdanın qonşuları nə etdilər? Meşəyə getmək qərarına gəldilər. Cırtdan qaça-qaça gedib nənəsinə dedi. Cırtdan gəlsin görək nə deyib nənəsinə. Bəh, 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 Cırtdan gəl bura. Cırtdan gəl bura. Canım, uşaqlar meşədədir. Mənim də cəza verərsən dedim. Hə, gedə bilərsən mənim balam. Uşaqları çağır bura. Cırtdan gedib dostlarını çağırdı. Cırtdanın dostları meşəyə yola saldı. Yaxmacı ver uşaqlara. Yola saldı. Dedim, mənim cırtdanımdan müğayət olma. Bəli, beləcə uşaqlar meşəyə yola düşdülər. Ay cırtdan, niyə ağlıyorsun? Mənim sizə yağ yaxması verir. Mən beni üzerime yorulmuşam. Mən beni üzə götürün. Beləcə uşaqlar əlacsız qalıb, Cırtdanı da belinə götürüb meşəyə çatdılar. Odun yığmağa başladılar. Biraz odun yığmışdılar ki, Cırtdan yenə ağlamağa başladı. Ay cırtdan, indi niyə ağlıyorsun? Mənim sizə yağ yaxması verir. Mənim üçün odun yığın. Bəli, uşaqlar əlacsız qalıb, Cırtdan üçündə bir balaca şələ bağladılar. Şələlərini götürüb yola düşmüşdülər ki, Cırtdan yenə ağlamağa başladı. Mənim də odunumu götürün. Mənə sizə yağ yaxması verin. Mənim də odunumu götürün. Bəli, uşaqlar Cırtdanın da odununu götürüb yola düşdülər. Biraz getmişdilər ki, Cırtdan yenə ağlamağa başladı. Mənim sizə yağ yaxması verib. Benim üzə götürün. Mən yorulmuşam. Yox, elə pişərləşərsən. Beləcə uşaqlar Cırtdanı götürmədilər. Cırtdan əlacsız qalıb, uşaqların dalınca yüyürməyə başladı. Artıq qaranlıq çökmüşdü. Uşaqlar qərarlaşdılar ki, itirən tərəfə gedək, yoxsa işıq gələn tərəfə gedək. Mən hamısı tərəfə gedək, itirən tərəfə, yoxsa işıq gələn tərəfə. İtirən tərəfə getsin, bizi yarı. Gəlin işıqdan gələn tərəfə gedək. Bəli, Cırtdan çox ağıllı idi. Uşaqları işıq gələn tərəfə apardı. Uşaqlar az getdilər, üz getdilər, gəlib divin evinə çatdılar. Yaxşı oldu. Yaxşı oldu. Gəlin, gəlin, xoş gəlmişsiniz, gəlin. Beləcə div uşaqlara çörək verib onları yatızdırdı. Üstündən biraz keçmişdi ki, div otağa yaxınlaşdı ki, görsün uşaqlar yatıbsa, onları parçalayıb yesin. Otağa yaxınlaşıb yavaş-yavaş dedi. Görəsən kim yatıb? Kim? Oya. Yatıb, cırtdan oya. Cırtdan nə üçün oya? Bana üçün qaynanaq bişirərdi, mən içib yiyib yatardım. Bəli, Cırtdan gedib qayğanağı bişirdi və gətirib bir qayğanaq bişirib Cırtdana verdi. Cırtdan yedi və yatdı. Üstündən biraz da keçmişdi ki, div yenə yavaş-yavaş otağa yaxınlaşdı və dedi. Görəsən cırtdan yatıb. Kim yatıb? Kim oya? Hamı yatıb, cırtdan oya. Sizin vatmanız mı? Cırtdan niye o ya? Cırtdan niye oya? Ay sağ ol. Nənəm mənə hərbindən su gətirərdi, çaydan içib yatardı. Cırtdan xəlbiri götürüb su gətirməyə getdi.
Beləcə başı qarışdı. Bunu görən götürüb su gətirməyə getdi. Beləcə cırtdan uşaqları oyatmağa başladı. Uşaqlar durun deyib bizi yemək istəyir. Durun qaçaq. Uşaqlar otağı tərk edib çayın o üzünə keçib qaçmağa başladılar. Bunu görən div uşaqları səsləyib dedi. Hara gedirsiniz uşaqlar? Gəlin qaydın. Bir darvandası ağasta boynuma atılar çaya. Onda gəlib keçərsən çayı. Beləcə div boynundan bir dəyirman daşı asıb özünü çaya atdı və orada da boğulub öldü. Uşaqlar da kəndə getdilər. Nənə uşaqları sevinə-sevinə qarşıladı. Xoş gəlmisiniz, ay mənim. Sizi dürtdən xilas elədi. Divin mənim ağıllı və qoçaq bağlar. Nəvin qucaqla yine. Nəvin böyük təhlükədən gəlir. Əla uşaqlar. Sağ olun, çox sağ olun. Bizim hamımız üçün əlamətlər və yadda qalan günlərdən biridir. Biz İlaxır Çərşənbəni qeyd edirik və bizim içərimizdə bir nəfər də var ki, onun üçün 2 qat sevincdir və biz bugün onun üçün kiçik bir hədiyyə hazırlamışıq. Özünün də xəbəri yoxdur, sürpriz eləmişik. Bugün bizim 6-cı sinif şagirdimiz İradə xanımın ad günüdür. Odur ki, İradə xanım üçün bugünkü gün 2 qat sevincli gündür. Hamılıqla İradə xanımın ad gününü təbrik eləyək. Gözəl bir alqışla İradə xanımı burada... Möhtəşəm qızım, təbrik edirik səni. Ad günün mübarək olsun. Alqışlayın uşaqlar, əziz uşaqlar. Çox gözəl. Və istəyirik ki, İradə xanım bir də rəqs eləsin. Min illərdir ki, bir çox xalq tərəfindən qeyd olunan Novruz ən böyük özəlliklərindən biri də fərqli adətlərlə zəngin olmasıdır. Hansı ki, bu adətlər nəinki uşaqların, həm də böyüklərin marağını cəlb edəcək fəaliyyətlərlə doludur. Bayramın ən maraqlı tərəflərindən biri bir-birimizin evinə qonaq getmək, mehriban süfrələrdə deyib gülməkdir. Bütün bunlardan əvvəl isə hətta bayramdan bir neçə, hətta əvvəl evlərdə bayram təmizliyinə başlanılır. Yeni ilə təravətli başlamaq, bahar ətrini daha yaxşı hiss etmək üçün hər evdə geniş miqyaslı təmizlik işləri, abadlıq işləri görülür. Evdəki lazımsız əşyalardan xilas olunulur. Bəzi xalqlarda bu təmizliyin həm də uğur və müvəffəqiyyət gətirdiyi inancı mövcuddur. Bəli, əzizlərim, Novruz bayramı təmizlik, paklıq, gözəllikdir. Və bu gözəlliklərə gözəllik qatmaq üçün biz 9-cu sinif şagirdlərini burada dəvət edəcəyik. Onların ardınca da 8-lər gələcək qaynana səhnəsi ilə. Əvvəl 9-cu sinifləri dəvət edək, ardınca da 8-ci siniflər hazırlaşsın.
nüsxəsinə oxşasın. O qədimdən qalma nüsxədir. Necə deyərlər, nadir tapıntıdır. Laf müzəyə qoyulmalıdır. İstirahət yaxşı ki zəng etdin. İstirahət günü anadan olduğum gündür. Uşaqları da yığ, gəl bizə. Ay boş ver diyorum. Adam aydanesi kere mamasından olar. Ay bunun mamasının karnına şiş batsın. Ah, yerimiz çoxdur. Qonaq otağı, ay qız böyükdür, adam elə bir saraydır. Sən uşaqları da yığ, gəl. Alifi, Arifi, Eldarı, Elxanı, Elmarı, Oktayı, bir də validəni. Odri, at yırtısı, köpək sürüsü. Alemi dolduracaklar. Başlayacaklar. Ulamağa şılarak. Ulamağa şılarak. Hələli, sağ ol. Nədir qoca qarı? Bəlkə mən də sevda kimi qoymaq istəyirsən. Səni elə qovaram, heç xəbərin də olmaz. Qoy az gəlsin. Səni elə Allah vurmuşdu. Ev nə sənindir, nə yazır. Bax, ev Məşədi Kazımındır. Ah, xeyr ha, ev dövlətindir. Səni verərəm məhkəməyə. Otaqların ikisi sevda ilə uşağa düşür. O biri otaq da mənə. Ölmüşdü xan kişi. Bəs mən harada qalacağam? Ay mənim canım ciyərim. Sənin seyirin mətbəxdir. Gel otur orada, axşam azam sigaretini tüstürət. Səni elə Allah vurmuşdu. Mənə də cənnət deyərlər. Aləmi dağıdaram. Mənə də afət deyən, tapşırır ki, qaynananın ipini baş bırakma. Yoxsa çıxıb başında oturar. Hardasan ay Sevda. Ay Sevda, dərdim böyükdür. Məktəb müəllimlərinin də, şagirdlərinin də sevincinə sevinc qatmaq üçün həsrətində olduğumuz Sunay xanım buradadır. İlk öncə bütün şagirdlərdən xahiş edirəm ki, Sunay xanımı bir alqışlayaq. Bilirsiniz, məlum səbəblərdən bir müddət idi ki, Sunay xanım bizi ilə görüşə bilmirdi. Amma bugün Allah'a çox şükür Sunay xanım buradadır. Mən Allah'tan ona şəfa diləyirəm. Bundan sonra daimi bizi ilə olsun inşallah. Assalamu alaikum. Hoş gəlmisiniz, baba dəl. Sonra mənə nisbət nə qulluğunuz varsa canı başla yerinə etməyə müzəffəyəm. Sizi bir güncü cüzi işlər üçün narahat etdim. Yəqin ki, sənət sizi məsələdən agah edin. Gərək siz elə edəsiniz ki, bizim bu şahbaz paysa getməz. Oxu xanım, bu heç də yüngül iş deyilmiş. Bəlkə də böyük, çətin bir işdir. Gərəkdir ki, bu işdə Caudunun əsəri, ya Toğrişi, yoxud da Müsyo Zordanın maşında başlasın. Bir şey başa düşmədim, baba dəldir. Xanım, məsələn, əgər Şahbaz bəyə əl vursam, razı olar ki, onun bədəndən bir zin müsalat edim. Bu səfərin xəyalını onun başından çıxarsın. Amma yenə deyirəm, ola bilər ki, o bu işdən qorxsun, sağalmaz bir xəstəlik tapsın. Yox, baba dəldir, siz nə danışırsınız? Bütün bu işlər ondan gələkdir ki, bizim bu şahbaz bir an belə bizim gözümüzün önündən uzaqlaşmaz. Bu sürətdə gərəkdir ki, bütün dinlər, ifritələrə əmr edin ki, Toğrişi xaraba qoyub, oltunu üstünə çevirsinlər ki, Şahbaz bəy Toğrişə getmək fikrindən uzaqlaşsın. Əgər ki, bu xorozun adını Müsyo Zordan qoyub, Toğrux ulduzundan əmr edeyim ki, toyur işindən 10 günədək Xoruz başına 40. İndi buyurunuz xanım, cavabınız Toğruşun dağılmasını mı istəyir və ya da onun vurulmasını mı istəyir? Hər ikisini baba dəldir. Ay qız, sənin Allahın yoxdur nədir? Elə sözlər danışma, biçarə partisilər bizə nə edib ki, evlərini, imarətlərini xaraba qoyaq. Elə qoy Müsyo Jordanı vursun. Yox
Yox, anacan, elə demə. Biz Jordan yazdıqdır. Mən razı olmaram onun başını vursunlar. Olan işdir ki, evinə gələn qonağın qanına bahis olsan. Şərəflisə də düz deyil. İndi mən bilmədim ki, hansını seçim. Xanım, gün keçir, durma vaxtı deyil. Qoy Parisi dağırsınlar, orada yaman adamlar var. Şəkillərdə görmədim xanım. Açıq-saçıq qadınlar, kişilərlə gəzir. Ona görə bizim şahbaz da ora getmək istəyir. Köpək qızları ki, üzümüzə. Düz deyil. Onda qoy elə Parisi partlatsın. Ya indi ya da sonra bundan heç kim xəbərdar olmamalıdır. Ha və illa və ya zadının əsəri heç birinizi bağışlamaz. Yox, nə danışırsınız baba dərviş? Heç kimin xəbəri olmayacaq. Ha, indi cindən ifritələrə xəbər edin. Sizin üçün buna nə qədər lazımdır? Mən artıq istəmirəm xanım. Nə qədər fərq etmişsiniz, göz bataqlar. Ata, onlar elə bilirlər ki, biz burada otura povuluşu partladım. Misyon Jordan'ın başını patlatacağım. Bəyəm belə hadisələr olmadı baba dərviş. Ata, harcarca danışma. Əqrab bürcünün altında imiş. Əmal tamamdır. Bu bürcün təsavvüründədir ki, heç bir bala əks olmayacaq. Xanımlar, qorxmayın. Ürəyinizə ulaq verin. Ya Məreyhan! Hayve! Bənlərə ho vətəndir. Düp bir kəram şərəmdir. Ada duy. Düp bir kəram şərəmdir. Düp bir kəram şərəm. Ho! Ayağındı, yandı. Ayağındı, yandı. Ayağındı, yandı. Ada bu kadar baharat koyma olar. Git boşuna. Ümumi Respublika üzrə bədən tərbiyə günü idi və bizim də məktəbimizdə təntənəli şəkildə həmin gün qeyd olundu. Atletlər, müxtəlif milli oyunlar keçirildi, yarışlar keçirildi və sonda yarışlarımızın qalibi məktəbimizin 7-ci sinifləri oldu. İndi 7-ci siniflərin diplomunu mən təntənəli surətdə onlara təqdim eləmək istəyirəm. 7-ci siniflər buyursunlar bura. Uşaqlar deyirsən, yaxşı müəllimsən. Başı aşağı, tükü yuxarı. Uşaqlar deyir. Hə, Uşaqlar anladım səni. anladıblar. Heç ev yox, gör onların başına nə oynatacağım. Zərəri yoxdur. İmtihana hazırsan. Salam. Salam. Aleyküm salam. Abana dedin də salam. İmtihana hazırsan. Ha, Oxumusan. ha. Götür bileti. Bilet nədir? Bəli. Bəs uşaqlar deyirsən, adamın üzünə baxıb 5 yazırsan. Götür bileti. Nə az bilet qalır?
Qalanı odur da. Deyəsən yaxşıların danışıqlar, axmaq biletlər qalır. Danış. Danışın. Danışıram ha. Danışın. Danışıram ha. Danışanda danışıram, danışmayanda danışmıram. Hani olay birində götürün, yoxsa qalıb xarab olacaq. Onu da bilməsin, iki alacaqsan. İsim nəyi deyil? İsim və cisim, isim nə, isim hardadır, cismin yanında, isim və cisim bir-birinə perpendikulyardır. Gez iki alsan, gez Paris'e gelərsən. Müəllim, payızda gələ bilməyəcək. Niye? Çünki kalaşım yoxdur. Yağış yağacaq, palçıq olacaq, ona görə. Abala, kalışın imtihanı daxili var. Müəllim, var altı var, üstü yoxdur. Ayağımı ataram qabağa, kaloş gəlir arxaya. De görüm abala, kök nəyi deyil? Kökə combul deyirlər. Nə kök? Hardadır? Qonşumuz Əsfar xalada. Nə boyda? Bu boyda. De görüm xəbər neçə cür olur? Xəbər iki cür olur. Şad xəbər, bəd xəbər. Şad xəbər odur ki, qonşumuzun yıxılıb başı əzilməsi. Bəd xəbər odur ki, evimizdə qonaq gələcək. Neçə gün qalacaq? 4 gün qalacaq. Abala, niye öğrenmemişsin? De göre senin adın ne oldu? Fırtış, fırtış yok, fırtış kulu. Sırtış kulu. Bəli. Yani o 8. əsrin alimləri haqqında nə deyə bilərsən? Hardadır? Ölüb gedib, nə? Qəbirdə. Belə də danışdığı üzrə tarix dərsində imtihanda 2 aldı. Müəllim, alacam da, mənə elə haqda sual verirsiniz ki, mən heç o vaxtı anadan olmamışam. Çıx, 2 alırsan. Bu qədər şikayət olar, hər gün şikayət, hər gün şikayət. Salam müəllim. Buyurun, gəlin. Salamlök. Buyurun, oturun. Müəllim, nə olub? Bu iki uşağın ötəsindən gələ bilmirsiniz? Gələ bilirəm, bu qədər şikayət olar. Nə olub ki, müəllim? Sizin bu uşağınız məktəbi cana yığıb. Hara yığıb? Cana yığıb. Hara yığıb? Cana yığıb, cana. Hara yığıb sən məktəbə? Hələ sizin bu uşağınız siqaret çəkir. Nə çəkir? Siqaret. Nə çəkir? Siqaret, siqaret. Bildim siqaret hansında? Nəsə uzun qara bir şey. Mən siqaretlərimi dəyməsən, hə? Yox. Ziyanı yoxdur, mənkilərinə dəyməyib. Axşam məşğul olarıq. Müəllim, siqaret əsas səbəb deyil, əsas səbəb deyil bizə. Deyəcəm, hələ çox şey deyəcəm. Hələ sən bir buna bax, məktəb bunun əlindən cana gəlib. Hara gəlib? Nə edib? Hər yeri söküb dağıdıb, hələ kəsən səbəb Firəngiz müəlliməyə dörd göz deyib. Firəngiz müəllimə? Bəli. Kim ya Firəngiz? Xeyr. Fiska Firəngiz? Xeyr. Dörtgöz Firəngiz? Hayda. Allah verən xəstəlik. Allah verən xəstəlik də Allah səni mənə verəyəndə kaş 10 kilo qızıl verən. Uşaqlarınızın tərbiyəsi ilə ciddi məşğul olun. Özüm məşğul olaram. Qəhrəman, necəsən? Valih müəllim, salam. Hə, gələcəm. Gələndən sonra qəşəng bir yeyib içərik. Hə, yaxşı. Kəsin əyləşin zəhmət olmasa. Müəllim, dayanın da bir. Hələ sən bir buna bax, tarix dərsində oturub. Tarix dərsində? Bəli. Müəllim, tarix dərsində oturarlar da. Bir sözümü axına qədər qulaq asında, tarix dərsində oturub, tarix müəllimdən sual verib. Babək kimdir? Babək tanımır o. Tanımırsan ha Babəki? Bu tanıyır, tarix Alo. Alo, ya 2 gündən bir çağırırlar, qoşurlar da elə bir məktəbdə müəllim zad işləyirəm. Hə, yaxşı, ol, gələcəm. Ondan kəsin əyləşin zəhmət olmasa. Uşağınızdan sual verin, babək kimdir? Babək kimdir ya? Tanımırsan ha Babəki? Müəllim, Babək kimdir? Ay ki, göz uşağına tərbiyə verib də babək kim olduğunu öyrən. Müəllim, deməz axı Babək kimdir? Ay ki, babək Xürrəmlər hərəkətinin başçıdır. Xürrəmlər hərəkətinə qanıtdıran sərkərdədir. Yine söhbət açım ilk baharımdan, nəğməm ilə bir də keçim öz diyarımdan. Bol bəhrəl uğan düzüm il düzüşünə səfalıdır hər yanı gülşən Azərbaycan.
Kızlar düzüm düzüm kür qırağında